Tale seçimini etdi. 2026'da ən şanslı bürclər məlum oldu. Astrologiyada 2026-cı il böyük dəyişikliklər və yeni imkanlar ili hesab olunur. Müxtəlif astroloji proqnozlarda ən çox önə çıxan bürclər bunlardır. Xərçəng ilin ən böyük favoritlərdən biri. Pul, karyera və şəxsi inkişaf sahələrində yeni qapılar açılır. Bir çox astroloq xərçəng üçün 2026-nı ən uğurlu illərdən biri hesab edir. Şir, ilin ikinci yarısında şans dalğası güclənir. Tanınmaq, yüksəlmək və məqsədlərə çatmaq üçün əlverişli dövrdür. Dolça, karyera və sosial mühitdə mühüm irəliləyişlər mümkündür. Uzun müddət gözlənilən dəyişikliklər gerçəkləşə bilər. Buğa, maliyyə və münasibətlər sahəsində uğurlu imkanlar diqqət çəkir. Əzmin qarşılığı daha tez alınacaq. Qız, uzun müddətli planlar və hədəflər üçün məhsuldar il hesab olunur. Sosial və peşəkar uğurlar arta bilər. Balıq, yeni başlanğıclar, yaradıcılıq və şəxsi inkişaf baxımından əlverişli enerji daşıyır. 2026-cı ilin şans reytingi 1-ci xərçəng, 2-ci şir, 3-cü dolça, 4-cü buğa, 5-ci qız, 6-cı balıq. Qeyd edim ki, astrologiya ilmi olaraq təsdiqlənmiş proqnoz sistemi deyil və bu cür siyahılar fərqli astroloqlar arasında dəyişə bilər. Buna baxmayaraq 2026-cı ilə bağlı proqnozlarda ən çox adı çəkilən bürclər bunlardır.